Azov dənizində Azərbaycanlıların idarə etdiyi yük gəmisi dron hücumuna məruz qalıb. Xoşbəxtlikdən bu dəfə heyət üzvləri arasında ölən və yaralanan yoxdur. Medianewsun məlumatına görə iyulun 10-da Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində yerləşən gəmilərə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr zamanı Kamor adaları bayrağı altında üzən Turbosem quru yük gəmisi də zədələnib. Dron hücumu nəticəsində gəminin ön hissəsi və üst konstruksiyası zərər görüb, arxa lövbəri isə qopub. Hadisə zamanı gəmi Azov limanında dayanmış vəziyyətdə olub. Bildirilir ki, gəminin kapitanı, kapitan köməkçiləri və digər ekipaj üzvlərinin hamısı Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumatlara əsasən, hücumdan əvvəl gəmidə olan azərbaycanlı dənizçilər ətrafdakı gəmilərə edilən dron zərbələrini mobil telefonla lentə alırlarmış. Xatırladaq ki, iyunun 5-də Azov dənizində baş vermiş oxşar hücum zamanı Azərbaycanlıların idarə etdiyi Natra və Zirkon yük gəmiləri vurulmuşdu. Həmin hadisədə 25 nəfərlik Azərbaycan heyətindən 4 nəfər, o cümlədən hər iki gəminin kapitanı həyatını itirmiş, bir neçə nəfər isə yaralanmışdı. Sabah cumbacurum. DG geldi ama. Ola. Vurdular ya.